İnsan həyata bir dəfə gəlir. Çalışırıq, yoruluruq, istirahət də lazımdır. Bu qazanc nə üçündür? Qazanırsan ki, övladınla gəzəsən. Axşam.ağ xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı qonaq canlı verilişində deyib. Sənətçi istirahətlərə getməsindən danışıb. O bildirib ki, qazandığı pulları övladı ilə istirahətə sərf etməyi sevir. Gülay qızı Sahilənin qoyduğu qadağandan da danışıb. İfaçı qızının atası Kamili Zeynallı və ona fotolarını paylaşmağa icazə vermədiyini deyib. İstəmir, icazə vermir. 13 yaşı tamam olub. Atasına da mənə də fotosunu paylaşmağı qoymur. Böyük qızdır, sərbəst düşüncəsi var. Biz də ona hörmətlə yanaşırıq.